atanızdan əlindən almaq istəyərkən özünüz bədəninizin hansı nahiyələrindən xəsarət almışdınız? Bıçaq mənim sol əl barmağımın üstündən sıyırmış. Ailə üzvlərinizdən hər hansı digər şəxslər hər hansı xəsarət almışdılar? Bəli, almışdılar. Kimlər almışdı? Hansı nahiyələrindən bədən xəsarət almışdı? Anamın sağ barmaqları kəsilmişdi. Bacım başından xəsarət almışdı. Bıçağı necə oldu atanızın əlindən aldınız? Onu xatırlamıyorum. Atanıza xəsarət yetirərkən bədənin hansı nahiyələrinə vurdunuz bıçaqla? Yadınızda deyil. Bu hadisə hansı otaqda baş vermiş? Dəhlizdə. Dəhlizdə. Yəni bir neçə otaqdan keçərək sürüşünə, əlbəyə ola dəhlizə tərəf. Siz deyirsiniz ki, yadınızda deyil hansı şəraitdə atanıza xəsarət yetirdiniz. Bəs özünüzə gələndən sonra nə gördünüz? Atanız hardaydı, həm vaxt ölmüşdü, yoxsa hələ sağ idi? Özümə gələndən sonra bir tək onu gördüm ki, hər tərəf qan içindədir. Sonra həyətə boylandım, atam yerdə uzanmışdı. Atama yaxınlaşdım, xırıltı gəlir. Sonra mən atan yerinə çalışdım ki, bu xırıltısı çəkildi. Biraz özümü itirdim, təzədən ağladım. Özümə gələndən sonra 102-103-ə dəng gəldim,